Əziz dostlar, yeri gəlmişkən qazilərə, şəhidlərə, şəhid ailələrinə yardım edən Yaşad Fondu, Yaşad Fondunun yaradılmasından 2 il ötür. Yaşad Fondunun 2 yaşı tamam olur. Yaşad Fondunun nümayəndəsi Nuraynə Babayeva bizim studiyamızdadır. Nuraynə xanım, xoş gəlmişsiniz. Sabahınız xeyir olsun. Necəsiz? Xoş gördük. Mən də sizi və tamaşaçılarımızı salamlayıram. Sabahları xeyri açılsın. Düzgün qeyd elədiniz. Yaşad Fondu 2 il öncə ölkə başçısının müvafiq fərmanı ilə təsis olundu və təsis olunmasında əsas məqsəd məhz vətən müharibəsindən sonra dərhal yəni yardımlarımızı göstərə bilək. Dövlət bu istiqamətdə işlərini görür, amma Yaşad Fondu məhz bu işlərə əlavə dəstək məqsədi ilə yaradılıb. Yaşad Fondunun subyektləri də bilirsiniz ki, müharibə əlilləri və şəhid ailəsi üzvləridir. Fond təzə yarananda biz yaralılara da dəstək olurduq. Bəzən çaşqınlıq yaradır ki, necə olur, yeni yaranmışdınız, bizə yaralılara kömək edirdiniz, amma indi bizdən əlilliyi təsdiq edən sənəd tələb edirsiniz. Bunun da açıqlaması var. Müharibə yeni bitmişdi və insanların sağlamlığı olsun, hər şeydən önəmli idi bizim üçün. Həmən vaxtda çox qısa bir müddətdə əlilliyin təyin olunması mümkün deyildi. Biz həmən vaxtda yardımlarımızı edirdik, amma artıq müharibədən 2 il vaxt ötüb və hazırda demək olar ki, müəyyən sənədlər müvafiq qaydada verilib, icra olunub. Fond 4 istiqamət üzrə fəaliyyət göstərir. Əsas istiqamətlərimiz elə müalicə istiqamətidir ki, tibb istiqamətində dəstək oluruq. Səhv etməmizə psixoloji dəstək də burada daxildir. Bəli, eyni zamanda həm də dərman vasitələri ilə təmin də edirik. Həmin istiqamətimizin daxilindədir. Daha sonra məişət şəraitinin yaxşılaşdırılmasıdır ki, burada məişət avadanlıqlarının alınması və evin təmirinə ayrılan bir puldur bu. Daha sadə dildə desək, istehlak kreditləri ilə bağlıdır ki, bu da hansı kreditlərdir, çaşqınlıq yaratmasın, müharibəyə qədər götürülmüş kreditlərdir. 27 sentyabra qədər götürülmüş kreditlər idi ki, nəzərə alınırdı və ən əsas istiqamətlərimizdən biri təhsil istiqamətidir ki, onun da daxilində yaradıcı potensialın inkişafı var, peşə hazırlığı var ki, dəstək oluruq. Nuraynə xanım, bugünə qədər neçə şəhid ailəsinə və müharibə əlinə dəstək olmuşsunuz və hansı formada bu həyata keçirilir? Əslində müəyyən qədər məlumat verdiniz. Bəli, Aynur xanım, statistikamız 14.744 şəxsdir ki, burada bir şəxsin 2 və 3 müraciəti də ola bilər ki, eyni zamanda bir şəxs həm təhsil istiqamətində dəstək alıb, həm tibb istiqamətində, həm məişət istiqamətində, həm istehlak krediti istiqamətində ümumilikdə 35 mindən çox müraciət öhdəliyə götürülüb. Həmin bu 14.744 şəxsin. Maraqlı bir məsələyə toxunmaq istəyirdik. Subyektlər kimlərdir və hansı dövrün şəhid və qazilərinə şamil olunur bu məsələ? Çünki bilirik ki, bundan öncə məsələ 90-cı illərdə olan müharibə və orada olan təbii ki, şəhidlər, qazilər, biz növbəti ildən, məsələn, sentyabr hadisələri kimlər daxildir və biz istəyirik bu barədə məlumat verəsiniz? Çox düzgün vurğuladınız. Ən çox insanları maraqlandıran suallardan biri budur ki, siz yalnız vətən müharibəsində şəhid olanlara yardım edirsiniz və yaxud yaralananlara yardım edirsiniz. Xeyr, bu belə deyil. Dövr məhdudiyyəti olmadan, yəni 1-ci Qarabağ, aprel döyüşləri olsun, vətən müharibəsi olsun və yaxud bu sentyabrın 12-13-ü erməni təxribatının qarşısını alarkən şəhid olanlarımız və yaxud yaralananlarımız olsun, dövr məhdudiyyəti olmadan Yaşad Fondunun subyekti Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda yaralananlar və şəhid ailəsi üzvləridir. Bir də məsələyə toxunmaq istəyirdim ki, siz bu barədə danışırsınız. Hər zaman biz bilirik ki, iyanələr də olunur. Mən istəyirəm ki, bir balaca iyanələr haqqında məlumat verəsiniz. Kimlər bu iyanələrə qatıla bilər? Hər hansı bir fiziki, hüquqi şəxs, istənilən, məsələn, tutaq ki, Aynur, mən və yaxud da bilmirəm, istənilən adam qoşula bilərmi, iyanə edə bilərmi? Və bunun istəyərdim ki, şəffaf izlənməsi. Məsələn, mən iyanə etmişəmsə və yaxud xaricdə yaşayan, fərq eləmir, Azərbaycanda yaşayan, iyanə etmişəmsə, onun şəffaflığını izləyə bilirəmmi? Çox gözəl sualdır. Azərbaycan xalqı həm müharibə vaxtında biz necə birliyi göstərdik, hamımız bunu bugün kimi xatırlayırıq. Eynisilə də mən düşünürəm ki, Yaşad Fondu ölkədə ən böyük həmrəylik platformalarından biridir. Yaşad Fondunun maliyyələşdiyi konkret bir mənbə yoxdur. Bu, Azərbaycan xalqının könüllü şəkildə etdiyi iyanələr hesabına formalaşır. Sizin də dediyiniz kimi, əgər mən öz cibimdən, məvacibimdən,
təqaüdümdən, gəlirimdən yoxdur. fərqi yoxdur. Hüquqi şəxsən, fiziki şəxsən mən fonda ianə edirəmsə, mən bilmək istəyirəm ki, o 1 manatımın da deyək ki, hesabını bilmək istəyirəm ki, bu pul hara xərclənir. Biz bunun üçün şərait yaratmışıq. Şəffaf bir platforma yaratmışıq. Yaşat.gov.az saytı. Baxın, elə önünüzdə kompüter var. Siz oradan da daxil ola bilərsiniz saytımıza. Yaşat.gov.az saytına daxil olan hər bir kəs, bu hər kəs açıqdır, bir auditor rolunda çıxış edə bilir. Tanıdığınız şəhid ailəsi üzvünün adını yazırsınız, şəhidimizin ad-soyadını daxil edirsiniz və yaxud müharibə əllimizin ad-soyadını daxil edirsiniz və fond tərəfindən onun üçün hansı istiqamətdə nələr xərclənib, siz bu ödənişləri görə bilirsiniz. Ödənişlərin qarşısında demək olar ki, çeklər də yerləşdirilib tam şəffaf şəkildə. Çünki insanlar sizin də dediyiniz kimi etdiyi ianənin hara xərcləndiyini bilmək istəyir. Nurayyə xanım, bəs müraciətlər hansı formada olur? Şəhid ailəsi üzvləri və eyni zamanda müharibə əlilləri hansı formada, necə müraciət eləməlidirlər və edirlər? Aynur xanım, bu həm Yaşat.gov.az platforması üzərindəndir, həm də 8110 çağrı mərkəzimiz fəaliyyət göstərir ki, o da elə bu nömrənin seçilməsi də təsadüfi deyil. 11-ci ayın 8-i qələbə günü münasibəti ilə, biz bu zəfər günümüz münasibəti ilə bu rəqəmi seçmişik ki, 8110 çağrı mərkəzinə zəng edərək onları maraqlandıran bütün suallardan məlumat ala bilirlər. Eyni zamanda həmin çağrı mərkəzinə daxil olan zənglər qeydə alınır və araşdırma istiqamətləri üzrə yönləndirilir. Artıq siz çağrı mərkəzinə zəng edərək fondun dəstək istiqamətlərindən yararlanmaq üçün ilk addımı atmış olursunuz. Mən istəyirəm ki, bizim rejissorumuz hal-hazırda elə ikili pəncərədə göstərsin. Bizim bax bu yaşat.gov.az saytına mən daxil oldum. Rahat şəkildə siz burada 8110 nömrəsini qaynar xətti görürsünüz. Daxil olma var. Bununla bərabər ianə et, müraciət et. Hesabat var. Hesabat bölümü çox maraqlıdır. Ümumi toplanan vəsait, xərclənən vəsait, qalıq vəsait. Hamısı göstərilir. Və bütün bax bunların hər birini biz izləyə bilirik. Və yuxarıda hesabatlar bölümü var. Bəli, burada hesabatlar bölümü var. Ora daxil olaraq orada böyük bir adlı siyahı var. Kimə hansı şəkildə, necə dəstək olunub, adlı siyahı üzərindən gəlin istəyirsiniz lap yoxlayaq. Bəli, hal-hazırda görürəm. Tamaşaçılar görürlər ikili pəncərədə. Ziyarət olunan şəhid ailələrinin sayı, müraciət qeydə alınmış, öhdəliyə götürülmüş şəxslərin sayı, ziyarət olunan şəhid ailə üzvlərinin və yaralıların ümumi sayını göstərir. Baxın, bu say nə deməkdir? Ağa bəy, bəlkə də bir çaşqınlıq yarada bilər. 3000-dən çox şəhidimizin və 6000-dən çox yaralımız ziyarət olunub. Bu, onların ailə üzvləri də nəzərə alınmaqla. Fondumuzun əməkdaşları hər birinin evinə baş çəkib və yaxud müalicə alırsa xəstəxanada ziyarət olunub, amma elə bir şəxs olmayıb ki, o diqqətdən kənarda qalsın. Harada yaşamağından, istəyir rayonlarımızda, dağ kəndlərimizdə yaşamağından asılı olmayaraq hamısı ziyarət olunub. Və yerindəcə, deyək ki, qeydiyyatları alınıb ki, fond yeni yaranmışdı, bəziləri bilmirdi ki, ümumiyyətlə çağrı mərkəzi fəaliyyət göstərir və bu çağrı mərkəzinə də bütün istiqamətlər üzrə zənglər tam olaraq ödənişsizdir. Daxil ola bilər. 2 ildir, bir dənə bu sualda ondan sonra 2 ildir ki, bu fond fəaliyyət göstərir və təbii ki, Yaşat fondundan ianə edənlərin sayı çox idi. Mənə maraqlıdır, bugün vəziyyət bununla bağlı necədir? Yəni, ola bilər ki, həmin anlarda insanlar aktual idi mövzular. Daha həssas idilər və ianələrin sayı daha çox idi. İndi azalma varmı, yoxsa əksinə getdikcə artmaqdadır? Bu rəqəmləri, baxın, elə siz özünüz də qarşınızda da görə bilirsiniz. Belə bir müqayisəli bir rəqəm deyə bilərik ki, məsələn, 2020 düzdür, orada bir ay qaldı. 21-ci ildə ümumilikdə 50 milyondan çox yardım olunub. Yəni xərclənib. Amma 2022-ci ildə 18 milyondan çox xərclənib. Artıq yəni bu məncə sizin sualınıza cavabdır ki, yeni yarananda daha aktiv idi insanlarımız, amma indi də bizi nə sevindirir? Baxın, elə çox uzağa getməyəcəm, yenicə bir professor gəldi, biz işdə onu gördük, yaxınlaşıb qəbul şöbəsinə gəlib ki, mən söz vermişəm ki, yəni nə qədər ömrüm var, hər dəfə maaşımı alan gün, maaşını alanda gəlir və deyir ki, mən ianə eləyəcəm, çökü gətirmişəm. İnan bu bizi o qədər sevindirir ki, insanlarımızın həm sevindirici halda ona görə ki, biz onların inamını qazana bilmişik. İkincisi də odur ki,
sadiqdirlər verdikləri sözə və bilirlər ki, etdikləri iyanə ilə hansısa bir şəhidimizin övladının təhsilinə qatqıda deyək ki, bulunurlar və yaxud tibb istiqamətində dəstək olurlar və yaxud Xaricdə istiqaməti yaşayan demişkən. Azərbaycanlıların bəs iyanələrini görə bilirsinizmi? Bəli, biz Və görə qəbul edə bilirik. bilirsiniz? Təbii ki. Onlara daha çox rahatdır onlayn ödənişlər və bank rekvizitləri vasitəsilə. Baxın, elə Daxil olmaq lazımdır bu halda, düzdürmü? bəli, siz baxın, orada iyanə edənlərin daha çox siz Giriş qeydiyyat haqqında hüquqi məlumat. şəxsləri görürsünüz, iyanə edənlər. Biz fiziki şəxslərin çox açıqlamırıq, məbləğləri göstəririk, adlarını göstərmirik ki, məlumatlarını konfidensial saxlamaq məqsədi ilə, amma hüquqi şəxslərin siz orada VN hesabları, şirkət adını və etdiyi iyanə məbləğini görə bilirsiniz. Məbləğini də görə bilərsiniz. Siz söhbət edərkən Aynur suallarını ünvanlaya bilərsən. Mən rejissorumuzdan xahiş edirəm ki, göstərsin. Yəni mən daxil oldum iyanə. Sən daxil olacaqsan. Və burada Azərbaycan vətəndaşları üçün ödəniş, xarici vətəndaşlar üçün ödəniş, anonim ödəniş və diaspora ödənişləri hər birini siz tıklaya bilərsiniz. Azərbaycan vətəndaşı üçün ödəniş. Bu Və ən proses əsası, ən rahatı da həm də deyək ki, SMS iyanədir ki, SMS vasitəsilə iyanə edə bilirlər. Bəli. Həmçinin ödəmə terminalları vasitəsilə edə bilirlər və yeni bir Hansı nömrə SMS vasitəsilə? elə 81 bəli, eyni nömrə ilə həm də iyanə edə bilirlər. Hazırda yeni bir sistem hazırlamışıq. Bugün təqdimatı olacaq, amma görürəm ki, Ağa bəy artıq biraz tələsib, onu bizdən öncə təqdim etmək istəyir. İyanələr daha öncə edilərkən, onsuz da biz hər kəsə çeklər təqdim olunurdu. Amma yenilik ondan ibarət ki, artıq onlayn iyanələr zamanı həm özünüz üçün sertifikat əldə edə bilirsiniz, sizə bu təşəkkürü simvolizə edən bir sertifikat əldə edə bilirsiniz, həm də və yaxud siz Aynur xanıma deyək ki, iyanə edirsiniz öz adınızdan, amma Aynur xanıma hədiyyə etmək istəyirsiniz, Aynur xanıma hədiyyə bir sertifikat da oradan əldə edə bilirsiniz. Çox maraqlıdır. Bəli, çox əla bir şeydir. Bizə maraqlıdır, həm də bayaq dediniz ki, dərman vasitələri ilə təmin olunma məsələsi. Buna da bir aydınlıq gətirək. Dərman vasitələri ilə bilirsiniz ki, ölkədə səhiyyə bir çox xidmətlər var ki, artıq bunlar 2500-dən səhv etmirəmsə artıq xidmət ki, icbari tibbi sığortanın xidmətlər zərfinə daxildir. Həmin zərfə daxil olan xidmətlər çərçivəsində ödənişsiz xidməti alırlar və bizdən amma həkimlərin yazdığı deyək ki, bütün dərman vasitələri ilə biz yaralılarımızı və müharibə əlillərimizi və şəhid ailə üzvlərimizi təmin edirik. Orada da ümumilikdə hər kəs üçün 1000 manatlıq bir limit müəyyən olunub, amma istisnalar təbii ki var. Bu müəyyən xəstəliklərdir ki, daha ağır vəziyyət ola bilər. Bəli, daha ağır xəstəliklərdir ki və mütəmadi bu müalicələr davam etməlidir. Onlar üçün 5000 manatlıq limit ayrılıb. Bir də təhsil məsələsinə ayrıca toxunaq. Təhsil məsələsi, baxın, hazırda bizim 90-dan çox təkcə məktəblimiz ölkədə özəl liseylərdə təhsil alırlar. Çox bacarıqlı, çox istedadlı uşaqlarımız var. Onlar qəbul olduqları həmin məktəblərdə hansı bir cüzi bir imtahan var ki, həmin imtahanı keçirlər və biz artıq onların təhsil ödənişini qarşılayırıq. Təhsil ödənişi həm də ölkə xaricində var, bunu da vurğulayaq. Qazilərimiz var ki, ölkə xaricində təhsil alırlar, onların da təhsil ödənişini qarşılayırıq. Ölkə daxilində deyək ki, şəhid ailə üzvləri üçün təhsil ödənişsiz olsa da qazilərimizin təhsil haqqını biz qarşılayırıq. Eyni zamanda ilk dəfə tələbə adını qazanan şəxslərə 2000 manatlıq bir dəfəlik mükafat təsis etmişik ki, ilk dəfə tələbə adını qazananlar üçün də cüzi bir hədiyyə olsun bu. Ne güzel. Saat çox xoşuma gəldi açığı. Bütün sirləri də açdın, yenilikləri də açdın. Yenilikləri də göstərir. Bir daha istəyərdim ki, rejissorumuz versin və bu onlar bizə əmanət, balaca körpəni görürük. Allah saxlasın. O da elə bizim ən gözəl layihələrimizdən biridir. Bilirsiniz ki, müharibənin qələbə sevincinin ardında qalan bizim üçün deyək ki, həssas məqamlar da var ki, hansı ki, bugünə qədər 104 uşaq dünyaya gəlib müharibədən sonra. Yəni, bu 104 uşaq atasının üzünü görməyib. Biz onlar üçün nə edə bilərik deyə düşündük. Uşaqların doğulan kimi yaranan zəruri xərcləri üçün 1000 manat, uşaqların adına isə depozit hesabı açmışıq, 5000 manat. Onlar 18 yaşına çatdıqdan sonra həmin vəsaiti yığılan faizləri ilə birgə... Yığılan faizləri ilə birlikdə. Yığılan faizləri ilə birgə əldə edə biləcəklər və onlar deyək ki, azad, müstəqil həyata qədəm qoyduqda balaca da olsa bir büdcələri olmuş olacaq. Hamımızın borcudur bu dəstəyi göstərmək. Çünki biz şəhidlərimizin, qazilərimizin sayəsində bugün aydın səma altında nəfəs ala bilirik. Bugün torpaqlarımızda bura mənim ərazimdir, sən mənə bura qadağa qoya bilmirsən.
bilməzsən deyərək irəli gedə bilirik. Necə ki, bunu bizim dəyərli həmkarlarımız elədilər. Nurayna xanım, dərin təşəkkürümüzü bildiririk. Çox sağ olun. Sizin konferansınız olacaq, düzdürmü? Hətta saat 11-də o konferansın o barədə biraz bir məlumat verərdiniz. Siz məncə bütün sirləri açdınız. Konferansda təqdim olunacaq hansı məqam? Nə deyim, xoşdur mənə, yoxsa nə deyim? Təbii ki, siz tamaşaçıları daha da sevindirdiniz ki, onlar daha çox məlumat əldə etdilər. Dediyiniz kimi təqdimatı biz əsas yenə də etdiyimiz iyanələr hara gedir sualını cavablandırmaq məqsədi ilə ən xırda detalına qədər haralara xərclənib bölünür, alt kateqoriyalar üzrə təqdim olunacaq. 2 illimizlə bağlı videorolik təqdim olunacaq eyni zamanda. Bax, bu məhz iyanə sertifikatı da jurnalistlərin önündə təqdim olunacaq. Hər kəsi 11:00-da elə mətbuat konferansımızda gözləyirik. Təşəkkürlər. Yaşad Fondunun nümayəndəsi Nurayna xanım Babayeva bizim qonağımız idi. Çünki bugün Yaşad Fondunun yaradılmasından 2 il ötür. Biz sizə fəaliyyətinizdə uğurlar arzulayırıq. Gəldiyiniz üçün təşəkkürlər Nurayna xanım. Minnətdaram. Mən də ictimai televiziyaya minnətdarlığımı bildirirəm. Hər zaman bütün layihələrimizi işıqlandırıb ictimaiyyətə təqdim etdiyi üçün dəyərli həmkarlarınıza minnətdarlığımı bildirirəm. Dərin təşəkkürümüzü bildiririk.